Biz Şaxdağda il boyu məşq edirik. Yayda dağlarda qaçırıq, velosiped sürürük. Qışda isə yəni gördüyünüz kimi zəqdə məşq edirik. Nəhayət ki, çox sevinirik ki, qış mövsümü açılıb. Bu il federasiyamızın və Şaxdağın dəstəyi ilə biz dünya kuboklarda iştirak edəcəyik Avropada. Amma əsas yarışımız burada Şaxdağda olacaq mart ayında. Həm Avropa çempionatın, həm də dünya kubokun sahibi olacağıq və bunun üçün çox çalışırıq, hazırlaşırıq. Hər gün gəlirik Şaxdağda, bütün şəraitlər var bunun üçün, idman üçün, məşqlər üçün və səbirsizliklə gözləyirik. Komandamız təzə olduğuna baxmayaraq, inanıram ki, yaxşı nəticə göstərə bilərik. Bizdə hal-hazırda senior komandada 5 nəfər var və cavan komandamızda 3 nəfər var. Şaxdağda keçirilən Avropa çempionatı və dünya kuboku 6 martdan başlayır və 5 gün davam edəcək.